Cücü tətilinin 3-cü günü şəlaləyə gedirik. Gələ bəyin şuşu. Şuşu. Eləmə atdan makinesi. Sul gələr bu tarafa yıkılarsan baş gözün azılar. Yerdən yaxşıdır bu oyunun sınmadı. Heç olmadı ki. Salam dostlar, bugün Qəbələdəki 7 Gecə Şəlaləsinə gəlmişik. Burada Koreyadan gələn qonaqlarımız var. Şəlalənin ziyarətindən. Həmçinin arxa tərəfdə qonaqlarımız var. Bizim gözəl gülşələrimiz tanınır. Yaşasın Azərbaycan! 가자 가자. 좀 뽀뽀 못 찍었는데. Amma 많이 찍었어요. An boyu. Dünya an boyu giyme. Kuyruk sallıyor. Ay senin bu Ona göre belə şeyliyle qorxu. Hava çox gözəldir. Sanki yaz havasıdır və sərin məhəssir arada günəş vurur, isidir bədənimizi. Çox gözəl hiss etdirir bu. Xoşbəxtsən mi? Bəli, çox xoşbəxtəm hazırda. Hava çox zordur. İnsanın soyuğu, əllərimin donması, üzümün donması. Yolumuzun üstündən mandarin bağı var idi. Biz də o bağa girdik. Biraz dərib gedirik mağaraya. Çox sağ olun Nuray. O tərpənir. Bugün evde bulduğum mercan balığını yapıyorum. Burada belə bir daş var. Gözəl prenses ya da prens arzulayan insanlar sağ əlinin ovucularından 3 dəfə bu daşa toxunurlar və onların uşaqları, nəvələri olur. Bu daşda pregnancy stone adlanır, yəni hamiləlik daşı. Salam aleyküm. Niye burada yatmışsınız? Mısınız? Rakam yiyeceğiz. Niye yatmışsınız? Rakam yiyince istirahat edirəm. Azərbaycan səviyyəsində razısınız? Bəli. Hoş gəlmisiniz. Bugün əlavə məlumatlarımızdan birini vermək istəyirəm. Boğazın üstdən gördüyünüz iynə kimi batırılan ağaca dərman, vitamin veriləndir. Dayızlıqla satılır. Bu qədər. Məlumatımız bu qədər Sağ ol. idi. Gələn məlumatlara da. İndi mağaraya gedirik. Michon Cave, Michon mağarasıdır. 25.000 il əvvəldən yaranıb bu mağara və mağaranın uzunluğu ümumilikdə 1700 metrdir. Amma biz sadəcə onun 365 metrini görə bilərik. Salam dostlar. Bugünkü məkanımız Michon Cave-dir. Dez odasında yerləşir və bura lava tuneli tipli mağaradır. Vulkanik püskürmə zamanı axan lavanın üst qatı bərkiyib, içi boş qalaraq bu mağaranı yaradıb. Yəni bu mağara təbii lava mağarasıdır, suni deyil. İçəridə unikal lava formları və təbii strukturu var. Jeju adasının vulkanik tarixini göstərən mühüm nümunələrindən biridir. Elmi və geoloji baxımdan dəyərlidir. Burada belə bir suların yığışdığı gölməçə deyək, belə gölməçə var. Və bu gölməçə əslində tavandan düşən damcılar sayəsində yığılıbdır. Belə bir inanc var ki, əgər buradakı sudan burnumuza toxundursaq, bu bizə sağlamlıq gətirəcək bu il üçün. Əgər alnımıza toxundursaq, bizim arzularımızı gerçəkləşdirəcək. Əgər çənəmizə toxundursaq, bizə bu il üçün şans gətirəcək. Belə bir inanış var və özünüz də görürsünüz ki, yuxarıdan hal-hazırda da su damcılıyır.
Mağaranın sonuna gəldik. Əslində mağaranın sonu deyil. Sadəcə gələn qonaqlar sadəcə 365 metr gedə bilər. Amma əslində bayaq da dediyim kimi mağaranın uzunluğu 1700 metrdir. Getdim əslində 365 metrin axırına qədər, amma çox da bir şey yox idi. Mən əslində gözləyirdim ki, burada mağaranın daxilində sərgi kimi də bir şey olsun. Məsələn, buradan tapılan tapıntılar falan belə bir sərgi olsun, amma elə bir şey yox idi. Salam dostlar, bugün biz Azıq mağarasındayıq. Sizinlə birlikdə Azıq mağarasındakı eksponatları bir-bir incələyəcəyik. Yallı bizim keçmişimizdən gələn bir mədəniyyətimizdir. Bu mağarada da bu əks olunmuşdu. İndi sizlərə bunu sunurum. Alo, mağaradayım, sen tutmur. Sen tərəfim aşağıdan, gözlə. Arxamda bir əjdaha var, əjdaha şəkli var. Bu əjdaha bu mağaranın əjdahasıdır, Miçon əjdahasıdır. İnanılır ki, bu əjdaha ilində doğulan 10 milyon insanı gözlərindəki ruhla, yəni həmin ruhdan aldığı güclə cənnəti qaldıra bilər. Böyük ehtimal ki, mağaranın simvoludur, yaxud da ki, mağaranın qoruyucu ruhu kimi də başa düşülür. 나온 건 끝이야. 확률 있어. Çok düştü. 이리 와, 은성님 이리 와, 이리 와. 이리 와, 이리 와. Adadan ilk gelenensi. Nilüfer sorga buraya hiç koymadı. İndi kaktus bağına girdik. Buranın havası o qədər bürküdür ki, dəhşət gələn kimi çıxırıq. Biz indi olduğumuz yerdən çıxırıq, çıxışa doğru gedirik restorana yemək yeməyə. Oradan sonra da mandarin temalı başqa bir kafe-şopa gələcəyik. Gəzdik, bitirdik. Bir də stamp kağızı vermişdilər. Hər getdiyimiz yerlərdə ora stamp vururduq. Həmin stampların hamısını tamamlasa bizə hədiyyə verirdilər. Hədiyyə budur, belə bir pindir. Üstünə adımızı yazırlar. Bu da gedir mənim xatirə qutuma. Salam dostlar, biz gəlmişik burada bir restorana, həm də mandalin bağlarını gəzməyə, çəki çəkməyə. Bugün batır artıq, bugün 3-cü günümüzün sonuna yaxınlaşırıq, sabah da gəzəcəyik. Ondan sonraki gün son günümüzdür, çıxıb qayıdacaq. Bu arada qəşəng kafesəydik, interiori qəşəngdir. Çölü də qəşəngdir, qəşəng mandalinlər var. Çoxu tuzlu mandalin yedik. Bəlkə burada 5 kiloya yaxın mandalin yemişəm 2 gündə. Yaşa olsun. Teşekkür ederim.